Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və şədən la ilahe illallah vəhdəhu la şərikə ləh və təvəllə salihin və şədən də Muhammedən abduhu və rasuluhu və sallallahu aleyhi və səlləm və salatan və səlamən daimeyni mütələzimeyni ilə yevmiddin. Allahümə ənfə'an mə'əlləmtən və əllimnə mə yənfə'an və zidni ilmə. Deməli, sonra şeyx gətirir ki, bəbil vuduy min qeyri hədəth, dəstəmazlı ikən dəstəmaz almaq. Dəstəmazlı ikən dəstəmaz almaq. Belə bir bab gətirir. An Ənəs ibn Məlik radiyallahu qali qiyənə Nəbi sallallahu aleyhi ve sellem yətəvaddəu ində kulli salət. Deyir ki, Ənəs ibn Məlik radiyallahu deyir ki, mən gördüm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hər namazda dəstəmaz alır. Qultu, dedim ki, keyfə kuntum təsnəun? Siz bunu nətər edirsiniz? Niyə edirsiniz belə? Qalə yüczül əhədənəl vudu mə ləm yuhdif. Bizlərdən biri hər kəs dəstəmaz pozulmayana qədər həmən dəstəmazla namaz qılardı. Yəni deyib, Peyğəmbər s.ə.v gördük ki, hər namazda dəstəmaz alırdı. Lakin deyib, biz deyir, üzərimizə deyir, vacib deyildi. Bir dəstəmazla çox namazları nədir? Qılırdıq. Bəzi alimlər gətirir ki, bu hədisi, bəzi mühəddis də deyək, nur alən nur. Nur üzərinə nur. Yəni ki, dəstəmaz alırsan nurdur. Yəni nurun üzərinə bir dənə də dəstəmaz alırsan nur artır. Bu hədis zəifdir. Bu hədis zəifdir. Lakin dəstəmazın varsa, hər namazda dəstəmaz alırsansa da, burada lakin əcr var. Yəni burada belə deyim ki, əlavə nəsə var və yaxud da belə eləməlisən, xeyr. Sadəcə nədir? Əcr var ki, hər dəstəmaz alına təbii ki, nədir? Orada əcr var. Şeyx gətirir ki, İzə əhdəfə fədəllə hədə alə ənəhu yüsənnu lil-insən ən yətəvadda ində kulli saləh. Buradan deyir, dəlildir ki, hər namazda dəstəmaz almaq sünnədəndir. Sünnədəndir. Və illəm yəkun muhdisən, hətta deyir, dəstəmazını pozmasan belə. Ləkin həl həzə səbilil vücub. Lakin deyir, bu vacibə mi dəlalət edir? Şeyx sualı verirlər. Şeyx deyir ki, leysə alə səbili vücub. Bu deyir, vacibə dəlalət etmir. Qavl Nəbi s.ə.v. Lə yəqbəlullahu salətə əhədikum İzə əhdəfə həttə yətəvadda. Deyir ki, Allah subhanə və teala sizdən birinizin namazını qəbul etməz, o vaxt ki, dəstəmaz olmadığı halda dəstəmaz almasa. Yəni, burada şərt nədir? Dəstəmaz, yəni nətəri? Namaz üçün dəstəmaz almaq. Şərt odur. İstəyirsən, sübh namazından al, axşam namazına kimi nədir? Qoru. Yəni, hər birini qıla bilərsən. Lakin sünnə nədir? İcazəli nədir? Aysa, sünnə nədir? İcazəli nədir? Sünnə odur ki, hər namazda dəstəmaz almaq sünnədəndir. İcazəli odur ki, bütün namazda, bütün dəstəmazını bütün namaz üçün nə edə bilərsən? Saxlaya bilərsən. Və məfhum ənə izə ləm yuhdid və ləv kənə alə vudu səbiq fə innə salətə məqbulətun və ləhədə yəkunu qavlu yə eyyuhəl-ləzīnə əmənu izə qumlu ilə salə fəqsidu yəkunu mutadamminən li şeyin məhzuhu mə'ruvə vəl-hədəth yəni izə qumtum ilə salə və antum hədəthin fəqsidu vücuhəkum. Ayədə gördüyün kimi yə eyyuhəl-ləzīnə əmənu izə qumtum ilə salə fəqsidu vücuhəkum və əydiyəkum lə mərafiq. İman gətirən namaza durduğunuz halda üzünüzü və əllərinizi hissəsələrə qədər yum. Ayə yəni davam edir. Bu deyil, nəyə dəlalət edir? Bəziləri gətirir ki, qardaş, namaza durduğunuz zaman deyildirsə, demək hər namaz dəstəmaz almaq lazımdır. Lakin bunun təfsiri o deyil. İzə qumtum ilə salə, namaza durduğunuz halda bax, gör, dəstəmazın var, yoxsa yox. Qəsd olan budur. Dəstəmazın varsa get, yoxdursa al, gəl. Amma varsa, bu ayə oradan dəlil deyil ki, sən hər namaz dəstəmaz almalısan. Aydın oldu mu? Zahirən insanı belə düşündürür. Baxırsan ki, namaza durduğunuzda dəstəmaz al. Zahirən ayə elədir, amma təfsir elə deyil. Təfsir elə deyil. Təfsirdə qəsd olun nədir? Yoxdursa get dəstəmaz. Varsa nə insən dəstəmaz? İstəyirsənsə təbii ki, yəni. Amma yox. Hər dəfə alarsansa burada nədir? Əcr var.
وفي الحقيقة أن مرت علينا مسألة العمامة ولم يتكلم عليها، وعمامة يمسح عليها لكن خاصة بالرجال، أما النساء فلا يمسحن العمائم بل ولا يحل لهن لباس العمائم، لأن ذلك من باب تشابه للرجال، وقد لعن النبي متشابها من النساء من الرجال. Keçən dərs vurğuladıq ki, əməmədən baş çəkmək olar, o bir dərs. Əmmamə var, başın üstündə. Yəni, deyirlər ki, bəs qadınlara əmmamə giymək olmaz. Qadınların özü nəyi var? Hicabı var. Ximər deyirlər də, örtən hicab. Yəni, onun üzərindən məhz çəkməyə qadınlara icazəlidir. Olar. Lakin, əmmamə, niyə bunu əmmamə gətirir ki, qadınlara olmaz? Əmmamə kişi paltardır. Kişi paltarı olduğuna görə də qadın onu neyə bilməz? Giyinə bilməz. Qadın əgər onu dəyişik gətirib giyinərsə, təşəbbühə kuffar olur. Artıq nədir? Kafirlərə özünü kişiyə bənzətmək, kişiyə oxşatmaq, o da nədir? Kafirlərin əlamətlərindəndir ki, hansı ki, onlarda qadın kişi nədir? Fərqi yoxdur. Hamısı bir-birinin paltarını da giyinə bilər. Onun hərəkətini də eləyə bilər. Və buradan da şeyx gətirir ki, niyə toxundu buna? Qadın evdə şalvar giyinə bilərmi? Pantalon gətirir, pantalon şalvar mənası daşıyır. Şeyx gətirir ki, qadının evdə ailəsinin içində paltar giyməyə və yaxud da ki, onlar zinət yerləri deyirlər, övrət yerləri açıq olmağı problem deyil. Problem olan o şalvarın giyinməsi, o şalvar üçün ki, hardan gəlir? Nəsranilikdən keçəndə. O da baxır hansı? Baxır hansı yəni. Ona görə deyir, oradan olmaz. Bəziləri deyir, məsələn, düzgün başa düşmür. Evdə qadına şalvar olmaz, haramdır. Yox. Haram onun şalvarına görə deyil. Yəni, giyindiyinə görə deyil. Daha doğrusu, onun açıq-saçıqlığına görə deyil. Ola bilər, insan qadındır, giyinər, məsələn, adi özü tikdirdiyidir, eyni olar, buradan olar, məsələn. Bilici kimi, ayaq görsənər, ailəsinin içində icazəlidir. Çünki öz nədir? Məhrəmdir, icazəlidir. Lakin elə bir paltarlar var ki, birbaşa kafirlər iminli onu buraxırlar ki, qadınların bütün zinət yerləri görsənsin. Onu giyinib gəzərsə, paltara görə günah daşıyır. Həmən o paltara görə. Çatdı, yəni məfhum. Məsələ odur. Məsələ övrət yerinə və zinət yerinə görə deyil. Ona görə şeyx deyir ki, məsələni düzgün başa düşmək lazımdır. Ona görə elə bir şey ola bilər, eyni, orada problem yoxdur, yəni tikili verir. Amma lakin xassan iminli göndərirlər. Məsələn, var paltar, kafirlərin giyindiyi, var müştərək, həm müsəlmanlar, həm kafir. Bir də ki, xas adətə uyğun. Məsələn, Finlilərin bir dənə çalvar tikdi, buraxdı. Avropadan gəlib, göz paltarı normal giyindin. Amma sən Finlilərin öz paltarına bax. Nə giyinirlər? Milli giyim nədir? Yupqa. Baxırsınız da yupqa. O şaflantılar, ay sağ ol. Şaflantıların paltarı nədir? Yəni sən onu giyinərsənsə artıq birbaşa da şübhəsi sual verməyə ehtiyac yoxdur. Kimə bənzətdin özünü? Şaflantılara. Fikrim çatdı. Məsələn, sən biri var Çindən paltar giyinib gəlibdir, tikilib gəlib, uyğundur, müştərəkdir, giyinirsən. Bir də var, iminli onların büt paltarları var, ha. Gezib onları giyinirsən. Fərqi tutduğuz yəni. Ona görə məsələ, bunda alimlər arasında da ixtilafdır təbii ki, amma müştərək paltarlara icazədir. Şeyx Səmi Rahiməhullah gətirir başqa kitablarda da ki, bəzən müsəlmanlar cilbəbi giyinir, əfqanqa və yaxud nəsə də şəhərdə gəzir. Deyir, elə eləməklə ki, fikir verir söhbətə, sənə barınmaq uzadıb desinlərdir, müsəlmanlara bax belədir. Mənfi baxımdan deyirəm ha. Şimdi çatdı? Mənfi baxımından. Ona görə ki, kimsə deməsin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm giyindiyi libas sünnədir. Sünnə deyil. Milli geyimdir. Aydınlandı qarşı, sünnə deyil. Necə ki, Şeyx Salih Əli Şeyx Arbain Nəvəvin şərhində gətirir bunu, səhv eləmirəmsə, deyir ki, ya da Kitab-ı Tövhiddə gətirir.
Hiyyət-i Nəbi s.ə.v görünüşü, libəsuhu, giyimi paltarı, şa'ruhu, saçı, ümumiyyətlə görünüşü, məşiyyəti, yerişi, mubahun tərkuhu mubah. Mubahdır. Yəni sünnə də deyil, vacib də deyil, mubahdır. İstəsən giyin, istəsən tərk elə. Çatdı yəni, istəsən giyin, istəsən yəni tərk elə. Ya ona görə də hətta bəziləri, bəzi təşvişçilik var ki, deyirlər ki, vacibdir. İmini Peyğəmbər belə giyinməlisən, belə yox, elə bir şey yoxdur. Heç sünnə də elə deyil, sünnə belə deyil. İqtida deyil, iqtida. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə iqtida etmək, ehtiram etmək, belə bir şeylə mübah kimi, yəni belə ki, amma kimsə desə ki, mən ona görə günah qazanıram və s. elə bir şey yoxdur. Ona görə şeyx bunu vurğuluyor ki, yəni buna iminli keçən dərs vurğulamadı, indi vurğuluyor ki, bu şeylər yəni ki, biraz müsəlmanlar arasında ixtilafdır. Müsəlmanlar arasında nədir? Həm də ki, problemdir şey. Problem bəzən yəni görürsən ki, artıq o hala çatıb ki, bunlar xatadır ha. Yəni şalvar giyinirlər, buradan bağlama nəsə bir şey giyinirlər, buradan şey kimdə, sarışqa kimi. Şalvar, ipil üstəşi bir dənə balaca hicab dar, mən müasir müsəlmanam. Elə bir şey yoxdur, qardaş. Zinət yeri o demək deyil ki, baş. O da zinətdəndir, vacibdir. Amma o demək deyil ki, sən bütün hər bir şeyi açıq eləyəsən, yəni başı hicab bağlayasan ki, elə bir şey yoxdur. Qadının zinət yeri deyəndə bədən daxilindən heç nə bədəndən çıxmamalı çölə. Dar paltar giyinib onu çölə çıxartmamalısan. Bunlar hamısı nədir? Xatadır, günahdır. Bəzən hər şey dar paltarlar giyinə belə olmaz bunlar. Başına da hicab bağlayır. Yəni hicabın qayəsi itir. Zinətin qayəsi itir. Allah Subhanahu deyir, o sənin zinətindir. Zinət yeri. O nədir qayə? İtir, ay samca. Yəni bu şeylərə nədir? Şeyx Kəşif diqqət eləməklə. Sonra gətirir ki, yaxşı, təkkə taxıb. Bizim dildə təkkə bilsə fəs. Fəs taxsaq, onun üstünə məs çəkmək olar. Gəlib ki, elə bir şey yoxdur, yox. Və yaxşı deyir, Saudiyada orada olanlar yəni görürsə, şal taxırlar belə, şeyxlər belə, şal taxılıb bağlayırlar belə. Deyir, uzun yol gedir. Boyunduruqdur, kapşonkadır, çeçenkadır, bura kimi bağlayırlar belə. Tabi, onun üzərindən məhz çəkilirmi? Şeyx gəlib ki, ola bilsin ki, əmmamə hökmü daşıya bilər. Cənd alimlər arasında nədir? İxtilafdır, doğrusunu Allah bilir. Yəni, ona da nədir? İcazə verənlər var. Və sonra gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbasdan gəlir. Məkkə və deyir, Mədinədir, bostanların birindən gedirdik. Və yolda bir qəbirstanlıq oldu və qəbirstanlıqda deyir, baxdıq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, bir xurma ağacı götürdü. Və onu iki yerə böldü. Və dedi, yu'azzibənəm və mə yu'azzibən fi kəbir. Deyir, onlar ikisi də əzablanırlar, lakin deyir, böyük bir şeydən deyil əzablanmaqları. Yəni, ondan qoruna bilərdilər. Mənaca qoruna bilərdilər. Lakin iki dənə deyir, ağac götürdü, bir dənə xurma ağacı qırdı, nəm butağından. İki yerə nədir, belə bastırdı. Və kəssəhə kisrəteyni. Və də alə kulli qəbir minhumə kisra. Hər bir tərəfinə deyir, bir dənə belə bastırdı. Və dedi ki, ey Allahın Rasulü, biz dedik, niyə bunu belə etdin? Dedi ki, ola bilsin ki, deyir, onlar quruyana qədər bunların əzabları biraz yüngülləşsin. Yaxşı, kimlər idi, deyir onlar? Onlardan biri deyir, sidikdən özünü qorumayan, ikincisi də deyir, nəmmamçılıq eləyəndir. Birinci, sidikdən özünü qorumayan, ikinci nəmmamçılıq. Söhbət gedir ki, niyə nətər sidikdən özünü qorumayan? Ayaq yoluna, ayaq üstə gedib, üst başını batıran, şalvarına düşərsə, üstünə sırıyarsa, bu artıq qorumur özünü. Bu artıq qorumur özünü. Bu babdandır və bir də ki, nəmmamçı. Söz aparıb, söz gətirib, milləti bir-birinə qırdıran. Hətta necə ki, səhih hədisdə də gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə yədxulul cənnətə qattətun.
La yədxulul cənnətə qattətun. Qattət nədir? Nəmmamçı. Hətta deyir Peyğəmbər s.ə.v nəmmamçının deyir, daha doğrusu sehirbazın bir ildə etdiyi fitnəni nəmmamçı bir anda edir. Təsəvvür elə ha. Sehirbaz illər boyu vuruşur ki, o şeyi qazansın, əldə eləsin, ər-arvada dağıtsın, amma nəmmamçı deyir, nə edir? Bir anda onu bir dəfədə nədir? Məhv edir. Onun üçün şeyx gətirir ki, bu deyil, çox böyük nədir? Təhlükələrdən biridir. İnsan deyir, özünü qorumalıdır. Əgər deyir, bir insana yəni yüngül yaxınlaşarsa, istəkdən özünü qorumazsa da, onda nə var? Görünüş nə var? Qəbr əzabı var. Allah qorusun. Ona görə onu Peyğəmbər deyir ki, yüngül bir şey idi. Yəni tərcih edə bilərdilər. Yəni burada nə var ki, oturursan, otur işə, ayaq yolunda. Övrət yerində yuyursan, qutardı. Nə çətin şeydir bu? Qıraqda girsən bir ağacın dibinə bir dənə balaca butulkada. Yəni çox asan bir şeydir. Sən məsəl üçün elə bir ağır şey demir ha. Məsələn demir ki, məsələn ayaq yolunda elə eləməlisən ki, çətinləşdirmir də. Bax bu nurçular kimi 3 dəfə belə sığa, 5 dəfə belə sığa, axırda başını sığa, nə bilim nə var. Yəni yüngül. Başını yudun, qutardı getdi. Övrət yeni yudun, qutardı. İbn Qayyim rahimehullah gətirir ki, insanın gedir ki, heyvanı sağdır, mümkün deyil ki, onun dibində süd qalmasın. Mümkün deyil. Dibinə kim çəkib çıxarda bilməzsən. O kanalda süd qalır. Bu bir növ ona bənzəyir deyir. Nə qədər təmizdəsən də o kanalda qalır. Sənə vacib olan nədir? Yuf, qutardı getdi. Ayaq yolunda getdin, yüngül ehtiyacını ödədin, övrət yerini yudun, qutardı. Amma yox, qaçın, kim deyir gedən su üçün, batın, üst baş batdın, mümkün deyil ki, yoxsa getməsən, üst baş batmasın. O da variantlar var da, icazəlidir. Amma harada, şərtlər var. Üstünə düşməməlidir. Övrət yer təmiz olmalıdır. O qədər ağır şərtləri var ki onun. Ki, yəni hansı ki, ağır gəlir, çətin gəlir ki, qəbr əzabı var. Başa düşsən, ona görə insan diqqətli olmalıdır yəni bu şeydə. Nəmmamçı da heç. Nəmmamçı bu dəqiqə yəni biabırçı haldadır. Bir-birini sözünə aparıb gətirən, sözünü bir-birinə qardaşdan vuran. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Lə yədxulunəl cənnətə qattətun." Cənnətə nəmmamçı nədir? Girməz. Və həmçinin gətirir ki, nəmmamçıların çoxsu çox and içəndir. Çox qəribədir ha. Baxırsan sözə paf sözcə, inansın deyə, vallahi elə döy, vallahi billahi tallahi elə döy. Baxırsan ki, vardır, dayanmadan and içir də. Fikir və Allah Subhanahu nə deyir orada? Və la tuti' kullə həllafin məhin. Məhin bilsən deyir, həllafin məhin. Hər tez and içənə, vergül, alçağa itaət eləmə. Dəhşət da, hər tez and içənə, alçağa itaət eləmə. Yəni ki, bir insan ki, nəmmamçılıq edir, dayanmadan nəmmamçılığına görə and içir, o sinifə daxildir. Ağır deyil məsələ. Boş yerə elə belə buradan. Gəlmir ki, cəhənnəmlik, cənnətə girmir. Yəni, günahı təmizlənir sonra da. Yəni, çox ağır, çox böyük günahlardandır. Ona görə Şeyx Hüseymin rahiməhullah gətirir ki, bu deyil nədir? Ağır nədir? Məsələdir. Sonra nə gətirir? Həmməzim məşşəin binəmim. Onlar nə inəyərlər? Nəmim nədir? Nəmman sözlərini inəyərlər? Apararlar. Daşıyarlar bir-birlərini inəmək üçün, aranı vurmaq üçün, and içə-içə. Bu da deyil nədir? Ən böyük günahlardandır ki, insanların arasını nədir? Vururlar. Sonra gətirir ki, yaxşı, bəziləri bu hədisdən istinbat götürür, gedir ki, qəbirlər var ki, üstünə gedir, yaşıllıq zat şey eləyir ki, quruyana qədər bunların əzabları sönsün. Deyirsən, hardan bilsən ki, əzablanır onlar? Yox, mən bilirdim, bu nəmmamçı idi və yaxud da özünü qorumurdu. Özünü qorumurdu, bu başqa məsələdir. Öldükdən sonra orada nə baş verir? Bu qeybi məsələdir. Və Allah subhanətələ bu son şeyinə yaxın tövbə edib hər şeydən qayıdıb, sən hardan bildin? Və yaxud da bilsən belə, sən nə bilsən ki, Allah subhanətələ onu əzablandırır?
Bəlkə elə bir əməl elətdə Allah Subhanahu tutub bağışlayıb hamısını. Ona görə deyir, o deyir sufilərdə olan bir şeydir, böyük xatadır ha. Kimsə fikirləşər ki, yaşıllıq doldurma, ora quruyana qədər bağışlasın, elə bir şey yoxdur, o qeybi məsələdir. Hətta deyir, insan belə şeyə gedərsə də Allah uzaq eləsin, böyük günahlara və dindən də uzaq ola bilər. Və sonra şeyx yeni bir bab gətirib, usul babı. Burada kifayətlənək. Allah Subhanahu bizə faydalanlardan etsin. Subhanakallahumma hamdik. Şəra ilə nəstəğfiruka və etûbü ileyk.